getdiyimiz yol yaşayış məntəqəsindən kənar yol olduğu üçün uzaq vuran işıqlardan istifadə edə bilirik və hal-hazırda biz daha uzağı görə bilmək üçün uzaq vuran işıqlardan istifadə edirik ki, nəticədə də gördüyünüz kimi daha çox görüntü əldə edə bilirik. Lakin buna diqqət edin ki, qarşıdan avtomobil gəlirsə, uzaq vuran işıqları deaktiv edin ki, qarşıdan gələn avtomobilə də maneçilik törətməyəsiniz. Qarşıdan gələn avtomobil ötüb keçdi, kiməsə mane olmursunuzsa, o halda uzaq vuran işıqlardan istifadə edə bilərsiniz. Bu hava şəraitində, yəni qarlı hava şəraitində etməməli olduğunuz nələrdir? Ümumiyyətlə, mən bütün tələbələrimə dərs izah edərkən aşıladığım 3 qızıl qayda var. 1. Maksimum dərəcədə uzağa və geniş baxın. 2. Heç bir halda kəskin hərəkət etməyin. 3. Daima arxanızda bir avtomobilin olduğunu, solunuzda bir avtomobilin olduğunu düşünün. Kəskin tormozlama eləyərək arxadakı avtomobil üçün qəza şəraiti yaratmayın və yolun solunu zəbt edərək ötüb keçmək istəyən nəqliyyat vasitələrinə maneçilik yaratmayın. Bunu bütün tələbələrimə izah etmişəm. Bir daha da bu bilgiləri sizlərlə paylaşıram. Bu 3 qızıl qaydadan ikinci qızıl qaydaya qaydıram. Kəskin hərəkətlər etməyin. Ümumiyyətlə kəskin hərəkətlər etməməyə çalışın. Ələxüsus da sürət yüksək olarsa, yəni minimal sürətdə, aşağı sürətdə kəskin hərəkətlər edərkən idarə etməni itirməyə bilərsiniz. Lakin yüksək sürətlə hərəkət etdiyiniz halda kəskin hərəkətlər nəticəsində idarə etməni itirəcəksiniz. Hələ də yer səthi sürüşkəndirsə, yəni qarlı hava şəraitidirsə, ümumiyyətlə olmaz. İndi mən sizə kəskin hərəkətlər edərsək nə olar, bunu göstərirəm. Bu yanlışdır. Mən indi özümə, avtomobilimə, bacarığıma güvəndiyim üçün bunu edirəm. Ancaq bilirəm ki, bu səhvi bilərək sizləri maarifləndirmək üçün edirəm və bu səhvin qarşısını alma iqtidarındayım. Lakin siz bu potensiala sahib deyilsiniz. Bu səhvi siz eləsəz, qəza qaçılmaz olacaq. Baxın, kəskin, misal olaraq, kəskin tormozlama. İndi hal-hazırda mən kəskin tormozlama edirəm. Və budur, avtomobil sürüşdü. Hələ mən sükanı bərk tutdum əlimdə və hiss eləyirəm ki, o kəskin tormozlama zamanı avtomobil hansı tərəfə meyllənir, sükanı hansı tərəfə meylləndirmək lazımdır və s. və ilaxır. Lakin siz etsəz bunu, dediyim kimi, qəzanın qarşısını ala bilməyəcəksiniz. Bu bir. İkinci səhvimiz, sükanla kobud rəftar etməyin. Misal olaraq göstərirəm sizə. Aha, sürüşdü. Bir sürüşdüsə də avtomobil, baxın, onu yığışdırmaq olmur. İndi bizim avtomobil müəyyən mənada müasir avtomobil hesab olunur ki, bunda anti-sürüşmə rejimi var, yəni anti-zanos rejimi deyirlər buna ki, avtomobil özünü sürüşən zaman tənzimləyir, ABS sistemi və s. Lakin hər avtomobildə də bu olmur. Ümumiyyətlə, avtomobiliniz hansı model, hansı marka avtomobil olmasından asılı olmayaraq, kəskin hərəkətlərdən bütün hallarda qaçın. İstisna hal ola bilər ki, qəzanın qarşısını almaq üçün siz kəskin hərəkət etməyə məcbur qalarsınız. Misal olaraq, tutalım, anidən qarşınıza piyada çıxdı, kəskin hərəkət etdiniz. Və yaxud da heyvan çıxdı, kəskin hərəkət etdiniz. Ancaq siz uzağa və geniş baxsaz, qarşınıza çıxacaq insanı da, heyvanı da, digər ünsürləri də öncədən görüb tədbir alma imkanınız olacaq. Misal olaraq, gördüyünüz kimi qarşıdan avtomobilin işığı düşürdü. Yəni biz yoxuş üzəri qalxdıq və indi hal-hazırda enişi düşürük. Axı biz yoxuş üzəri qalxanda, yoxuşu qalxdıqdan sonra enişdə bizi nə gözləyir bilmirik. Bəlkə orada bir avtomobil texniki nasazlıq səbəbindən dayanıb və qəza dayanma nişanı da quraşdırmayıb. Bunu bilmirik, düzdürmü? Ona görə də tədbirli olun. Əgər
görüntü məhduddursa, sutkanın qaranlıq olması səbəbindən, yağış, qar, duman səbəbindən və yaxud da döngə, yoxuş, eniş səbəbindən görüntü məhduddursa, tədbirli olun. Misal olaraq sizə indi kəskin hərəkət etməməli olduqlarınızı izah etdim. Bəs yaxşı, əgər belə bir olar ki, hər hansısa bir səbəbdən dolayı uzağa və geniş baxa bilmədiniz, qarşınıza tutalım ki, piyada çıxdı və yaxud da bir sözlə dayanmağa məcbur qaldınız. Belə olan halda qısa zaman ərzində dayana bilmək üçün siz necə dayanmalısınız? Əvvəla əyləci, qarlı hava şəraitində əyləci, yəni tormuzu unudun. Avtomobili biz peşəkarlar qarlı hava şəraitində qaz pedaldan istifadə edərək sürəti qaz pedalla artıraraq yaxud da azaldaraq tənzimləyirik. Misal olaraq, indi mən aşırı qaz verirəm. Yəqin ki, avtomobilin səsindən də hiss edirsiniz. İndi döngədir. Mən döngədə tormuz versəm, bu baş verəcək. Sürüşü idarə etməni itirəcəm. Bunu belə etmirik. Yəni, sürəti misal olaraq artırdım ki, lazım olan trayektoriya avtomobili yerləşdirə bilim. Döngədirsə, qazdan biraz ayağımı çəkdim. Avtomobil istədiyim bir məqama gəldi, çatdı. Daha sonra yenidən qaz verərək avtomobili tənzimləyirəm. Dayanma məsələsinə gəlincə isə sürətlər qutusunun üzərində qeydlər var. Birinci, mən bu haqda da çəkiliş edib paylaşmışam və bundan öncəki, yəni çəkilişdə də sürətlər qutusunun üzərində olan qeydləri görmüş olarsınız. P bölməsi məlum avtomobilin dayanmasına xidmət edir. R bölməsi avtomobilin geriyə hərəkət etməsinə xidmət edir. D bölməsi drive avtomobilin irəliyə doğru hərəkət etməsini təmin edir. 2-1 isə sürətlər qutusunun mexaniki şəkildə idarə olunması deməkdir. Ola bilsin ki, sizin avtomobilinizdə 2-1 deyə qeydlər yoxdur, mənfi, müsbət, yəni plus minus var. O da eyni işi görür. Və yaxud da sizin avtomobilinizdə L1, L2 var, onlar da eyni işi görür. Sürətlər qutusu üzərində sizə ki, çəkib göstərdim mən, birinci pillə. Birinci pillədə avtomobil gedir saatda maksimum 40 km. İkinci pillədə gedir maksimum 80 km. İndi bu göstəricilər aşağı-yuxarı biraz dəyişə bilər. Avtomobildən avtomobilə yəni dəyişə bilər. Amma ortalama sizə göstərdiyim, yəni qeyd etdiyim göstəricilərdir. Drive modunda isə avtomobil bir məhdudiyyəti olmur. Yəni siz qaz pedalı basdıqca avtomobil daha da yüksək sürət əldə edir. Dayanmaq məqamı gəldikdə siz əyləc pedalından, yəni tormuz pedaldan istifadə etmək yerinə sürətlər qutusunun gedə-gedə pilləsini sürət təbii ki 100, 150, 200 bu qədər yüksək deyilsə, 100-ün altındadırsa keçirdirsiniz, baxın, ikinci pilləyə qaz pedaldan ayağımızı götürdük, sürət azaldı, daha sonra keçirdik birinci pilləyə, sürət daha da minimallaşdı və avtomobil bu şəkildə də dayanır, gördüyünüz kimi. Lakin indi yer səthi, yəni yolun relyefi düzdür. Hətta mən deyərdim düz də deyil, bir qədər yoxuşdur. Ona görə avtomobil dayandı. Lakin üzü enişdə avtomobil dayanmayacaq. Avtomobilin dayanması üçün və burada da baxın, dayanmışıq. Mən biraz aşırı qaz verim, baxın. Görsünüz, avtomobil oynadı. Maili şəkildə, plavlı şəkildə avtomobili hərəkətə gətirmək lazımdır. Və dayanmış avtomobili siz sürətlər qutusunda, indi faktik olaraq mən birinci pillədəyəm. Birinci pillədə tərpətməyə çalışsaz, avtomobil sürüşəcək. Ona görə də ikinci pillə və yaxud da D bölməsi ilə avtomobili hərəkətə gətirməyə çalışın. Az bir şəkildə qaz pedaldan istifadə edərək. Bu şəkildə. Amma dediyim kimi çox qaz versəz avtomobil sürüşəcək, həm idarə etməni itirəcək, həm də hərəkət edə bilməyəcəksiniz. Yerinizdə də batıb qalacaqsınız. İndi isə
Yolumuz üzü enişə doğru gedir. Biz indi bu yolda dayanmağa çalışaq. Avtomobil idarə etmək çox gözəl bir hissdir. Mükəmməl şəkildə idarə edə bilmək çox gözəl bir hissdir. Mən hər birinizə bunu arzulayıram. İndi qaz pedaldan ayağımı götürdüm. Keçid elədim ikinci pilləyə. Sürət azaldı, amma dayanmadı. Daha sonra yenə də birinci pilləyə. İndi asfalt üzərində kifayət qədər qara olduğu üçün avtomobil daha çox sürət əldə edə bilmir. Dayanmaq məsələsinə gəlincə isə, əgər əyləc pedalını maili şəkildə basa biləcəksinizsə, lap maili şəkildə, yəni az, kəskin olmamaq şərtilə əyləc pedalından istifadə edərək də avtomobili dayandıra bilərsiniz və yaxud da əl əyləci dediyimiz, yəni ruçnoydan istifadə edərək də bunu eləyə bilərsiniz ki, bunu edərkən də əl əyləcini biz birdən-birə sərt bir şəkildə qaldırmırıq, pillə-pillə, diş-diş, mərhələ-mərhələ. Baxın. Bu şəkildə də avtomobilimiz maili şəkildə dayandı. Yəni, avtomobili dayandırmaq istəyirsinizsə, indi mən bayaq sizə izah etdim ki, biz peşəkar sürücülər avtomobili bu kimi hava şəraitində dayandırarkən yəni əyləc pedalından istifadə etmirik, ya sürətlər qutusuyla avtomobilin sürətini azaldırıq, minimala salırıq, daha sonra isə əl əyləcindən, yəni ruçnoydan istifadə edərək avtomobilimizi dayandırırıq. Video bir qədər uzun video olacaq, ancaq çox ümid edirəm ki, bu hər biriniz üçün çox vacib məqamlar olacaq, maraqlı olacaq. Əl əyləci ilə, yəni ruçnoyla ayağımızın altında olan əyləc pedalının iş prinsipində olan fərq nədən ibarətdir? Ayağımızın altında olan əyləc pedalı, yəni tormuz pedalını biz basarkən avtomobilin təkərləri 70-in 30-a kilidlənir. Yəni 70% ön təkərlər kilidlənir, 30% isə arxa təkərlər kilidlənir. Buna görə də yəqin ki, başınıza gəlməmiş olmaz. Sərt tormuzlama edəndə görürsünüz ki, avtomobilin içərisində olan sərnişinlər, sürücü önə doğru gedirik. Niyə? Çünki dediyim kimi ön təkərlər 70% daha çox kilidlənir, arxa təkərlər isə 30%, yəni az kilidlənir. Əl əyləcindən istifadə edərkən isə, yəni ruçnoyla avtomobili dayandırarkən isə ön təkərlər deyil, yalnız arxa təkərlər kilidlənir. Yəni ön təkərlər kilidlənmir. Ona görə də avtomobilin önü bir növ yerə yapışmır, avtomobilin içindəki sürücü, eləcə də sərnişinlər önə doğru getmir. Əl əyləcini isə kəskin şəkildə birdən-birə hamısını qaldırmaq olmaz. Onda avtomobil, baxın, bir səhvi də sizə göstərirəm, kəskin ya tormuz pedalını bastınız, ya da əl əyləcini qaldırdınız. Avtomobilin arxası bu şəkildə, baxın, bu şəkildə sürüşdü və idarə etməni itirdik. Ancaq bunun yenə də deyirəm, mən ki, avtomobili idarə edə bilirəm, kifayət qədər səriştəm var deyə soyuqqanlılığımı itirmədən mən avtomobili tənzimlədim. Lakin siz bu potensiala sahib olmadığınız halda bu vəziyyətdən çıxa bilməyəcəksiniz. Ona görə də istər əl əyləci, istər ayağımızla idarə etdiyimiz tormuz pedalı, yəni əyləc pedalı, istərsə də sükan. Bunlarla qəti şəkildə kəskin hərəkət etməməlisiniz. Ümid edirəm ki, bu izah etdiklərim hər biriniz üçün maraqlı fikirlər oldu, bilmədiyiniz məqamlar oldu. Dayanmaq istədikdə isə bu şəkildə, maili şəkildə dayandıq. Ümumiyyətlə, təkrarçılıq olmasın, məqsədim sizlərin maariflənməsi olduğu üçün mən bu qədər geniş izahlar verməyə çalışıram sizə. Kəskin hərəkətlər yalnız qəzaya xidmət edir.
Ona görə də kəskin hərəkətlərdən ümumiyyətlə qaçının, ələxüsus da bu kimi hava şəraitində. Sağ olun, salamat qalın. İnşallah qarşıda bizi sərt yoxuşlar, sərt enişlər gözləyir. Orada da mən çəkiliş apararaq sizlərlə paylaşacağım.